Torpaqlarımızın azadlığı naminə döyüş meydanında canını sipər edərək misilsiz şücaət göstərən Hidayətov Fərid Qabiloğlu 1998-ci il avqust ayının 2-də Yevlax rayonunun Duzdaq kəndində dünyaya göz açmışdır. O 2004-cü ildə Fəxrəddin Nəcəfov adına Gəldili kənd tam orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş və 2015-ci ildə həmin təhsil ocağından məzun olmuşdur. Fərid Hidayətov 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Lakin Fəridin qəlbindəki sonsuz vətən sevgisi onu yenidən hərb sənətinə səsləyib. O elə 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu müvəffəqiyyətlə bitirərək peşəkar hərbiçi kimi xidmətə başlayıb. İkinci Qarabağ müharibəsinin alovlandığı ilk günlərdən döyüşə atılan cəsur döyüşçü Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə böyük rəşadət nümayiş etdirib. O, zəfərə addım-addım yaxınlaşdığımız noyabrın 9-da Suqovuşan uğrunda gedən amansız döyüşlər zamanı ağır yaralanıb. Aldığı xəsarətlər səbəbindən Fərid Hidayətov 3-cü dərəcəli vətən müharibəsi əlili kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təxris edilib. Vətən naminə canını sipər edən qəhrəmanımız ailəlidir. 2 övladı var. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamlarına əsasən Fərid Hidayətov döyüş meydanındakı fədakarlığına görə cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə şərəfləndirilmişdir. O, həmçinin xalqımızın şanlı zəfər tarixinə şahidlik edən Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif olunmuşdur.